Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 14 dekabr 8-ci siniflər üçün keçirilmiş OTK sınağından ingilis dili suallarının izahına baxırıq. İzah etdiyim variant A variantıdır və bütün variantlarda suallar eynidir. Sadəcə sualların yeri fərqlidir. Ona görə kitabçanızdakı sualları yoğunlaşdırıb cavabları tapa bilərsiniz. Cavabların bəzilərinin üzərində qeyd etmişəm ki, sizin üçün yoxlamaq asan olsun. Demək, birinci nöqtələrdən sonra isim gəlir və isimlərin önünə them, mine, ours ya da z qoymaq olmaz. Ona görə cavab olur A variantı. 57-ci testdə deyir ki, biz çox sıxıldıq. Çünki onun presentationı təqdimatı sıxıcı idi. Ona görə cavab olur Y variantı. Onu da qeyd edim ki, canlı isimləri təyin edərkən, sifətlə təyin edərkən biz ora edli feil, canlı isimləri təyin edərkən həmin sifətlər isə ing olur. Ona görə burada cavab olur Y. 58-ci testdə cəlb etmək sözü deyir bizə. Burada cavab B olmalıdır. Kimsə marağını çəkmək. Return sözünə qayıtmaq sözü olmalı idi. C variantı come or go back. Annoy isə qıcıqlandırmaq A variantındakı make somebody angry. Demək ki, cavab oldu burada C variantı. 59-cu testin izahında few'dan sonra cəm isim gəlməli idi. 1 doğrudur. 2-də few bottles olmalı idi. Ona görə yanlışdır. 3 doğrudur. Little water. Article-ın water aidiyyəti yoxdur. Little miqdarını artırır. Few'dan sonra bread yazmaq olmaz. Ona görə cavab olur Y variantı. 60-cı testdə nöqtələrdən sonra a lot of cattle yazılıb. Cattle bilir ki, toplu isimli cəmdədir. Ona görə xəbərlər cəm olmalı idi. 1, 4 doğrudur. Cavab olur B variantı. 61-ci testdə of verilib və of-la işlənə bilmir every və any of da cümlənin mübtədası olmaz. Digər tərəflər B, C, D doğrudur. Burada deyir ki, imtahan o çox çətin idi. Demək ki, imtahandan şagirdlərin hamısı yox, hər ikisi yox. Neither olmalı idi. Ona görə cavab oldu D variantı. 62-ci testdə 62-də Michael evə daxil olanda o ayaqqabısını çıxartdı. Birinci mübtədanın önündə he yazmalıyıq. İkincidə ismin önündə his yazmalıyıq. Ona görə cavab olur B variantı. 63-cü testdə bizdən definition soruşur. To design or create something for the first time. Birinci dəfə bir şeyi yaratmaq və ya dizayn etmək. Bu isə olur invent, cavab olur C variantı. İndi isə baxırıq 64-cü testin izahına. Burada bizdən sifət sırası soruşur. A variantında fəthi kök deməkdir. Sifəti C variantı famous sifəti, məşhur. Y variantı well known sifəti. D variantında juicy şirəli sifəti, cavab olur B variantı. Roller coaster atraksiyon və isə yol deməkdir. 65-ci testdə expensive piece yazılıb. Piece təkdə olduğu üçün mütləq artikel qoyulmalı idi. Boşluq olanlar çıxırıq. Unexpensive olur. Expensive demək olmaz. Ona görə D və A variantları səhvdir. Jewelry sayılmır. Ona görə biz onun qabağından B və Y variantlarındakı artikel qoya bilmərik. Cavab olur D variantı. 66-cı testdə bizdən sifətin, daha doğrusu ismin yeri halını soruşur. Students notes 1 doğrudur. Zisdən sonra children yazmaq olmaz. Çünki ziz tək işarə vəzliyidir. 3 doğrudur. Children's those və 4-də səhvdir. Çünki ziz cəmdədir və students isə təklə verilib. Ona görə səhvdir. İndi 67-ci testin izahına baxırıq. Their garden is, onların bağı bizimkindən. A variantında zən olmalı idi ki, müqayisə olsun. B variantında as beautiful as olmalı idi. C variantı as beautiful as, bu doğru variantdır. D variantında beautiful yox, more beautiful olmalı idi. Y variantı isə much more, sonra isə zən olmalı idi. Ona görə cavab olur C variantı. 68-ci testdə antonim soruşur bizdən. Cry, smile, antonimdə ağlamaq və gülmək. Stand and sit, oturmaq və durmaq antonimdir. 1-2 doğrudur. 3 relax, hər ikisi istirahət etməkdir. 4-də discover, invent, hər ikisi ixtira etməkdir. Settle, hər ikisi deməkdir. Cavab oldu. Ona görə 1, 2. 69-cu testdə bizdə short textə baxırıq, əvvəlcə cümləni tərcümə edirik. Dear Sabina, I am on holiday with my family. Əzizim Sabina deyir, mən ailəmlə birlikdə İtaliyada səyahətdə, istirahətdəyəm, tətildəyəm. The weather hot, hava isti və sunny, günəşlidir. We go to beach every day. Biz hər gün çimərliyə gedirik. Food is delicious. Yeməklər dadlıdır. Biz yaxşı vaxt keçiririk. I will tell you more when I come back. Mən sənə deyəcəm, nə vaxt qayıtsam. Xoş arzularla Ali. Demək, burada deyir, weather rainidir. Xeyr, rainy deyil. B variantında Sabina doesn't like. Xeyr, Sabinadan xəbərimiz yoxdur. Çünki məktub hələ Sabinaya gedir. Ona görə Sabina xoşlamır ya da Sabina həzz alır. İtaliyadan bu variantlar yanlışdır. C variantında isə Ali goes to beach every day in Italy. Hər gün çimərliyə gedir İtaliyada. Bəli, burada demişdi hər gün çimərliyə gedir. C variantı doğrudur. Y variantında isə dostu ilə yox, ailəsi ilə istirahətdə idi. 70-ci testdə də baxaq. Attention, the school trip will be this Friday. Diqqət, məktəb tətili Friday'də 5-ci gün, yəni Friday'də olacaq. Zəhmət olmasa rahat ayaqqabılar geyinin. Səhər saat 9-da tərk edəcək. Unutmayın özünüzə bir butulka su gətirməyi. A variantında məktəb tətili həftə sonundadır. Friday həftə sonu sayılmır. Saturday and Sunday həftə sonu sayılır. Ona görə A səhv ola bilər. B variantında evening yox, morning olmalı idi. C variantında özləri ilə ev tapşırığını gətirməlidir. Xeyr, su gətirməli idi. D variantında isə
student should wear comfortable shoes. Bu doğru variantdır, D variantı. Sonra Y variantında isə deyir ki, şagirdlər özlərinə su ilə təmin olunacaqlar. Xeyr, onlar məktəb onları su ilə təmin etmir. Onlara demişdi ki, özünüzlə su gətirməyi unutmayın. Ona görə cavab olur D variantı. İndi isə mətnimizin tərcüməsinə baxaq. Vatikan City is small country, balaca bir ölkədir. Deyir ki, o Romanın şəhərinin içərisindədir, İtaliyada. Bu deyir, ən balaca ölkədir dünyada. Təxminən 800 adam yaşayır orada. Çox turist bura gəlir. Hər il onlar ziyarət edirlər Vatikan muzeylərini, Sistine Chapel. Bu chapel deyir, tanınır özünün gözəl incə sənət əsərləri ilə dünyada. Məşhur artistlər işləyir burada və Michelangelo kimi insanların əsərləri də var burada. O çəkib, daha doğrusu onlar o buranı bəzəyib, deyir, o buranın ceiling, tavanını bəzəyib. Yəni orada şəkillər çəkib. Vatikan şəhəri uzun tarixi var. O 1929-cu ildən ölkə olub, 1500-cü illərdə o center olub, incə sənətin və mədəniyyətin. Vatikan şəhərindəki binalar çox qədim və gözəldir və çox memarlar buranı ziyarət edirlər öyrənmək üçün. Vatikan burada deyir, çoxlu statues, abidələr var, rəsmlər var və kilsələr var. Vatikan muzeyləri də həmçinin deyir, qədim şeylər var, kitablar, xəritələr, şəkillər kimi. Bu göstərir ki, bu dünyanın tarixi və deyir, bunlar dünyanın tarixini və kilsənin tarixini göstərirlər. Papa deyir, Vatikan şəhərində yaşayır. O Roma Katolik kilsəsinin başçısıdır və Papa çox vacibdir və hörmət olunan liderdir dünyada. Mətn haqqındaydı. Mətn dünyanın ən balaca ölkəsi haqqındaydı. Cavab olur A variantı. Sonra 73-cü testə baxırıq. Deyir ki, Sistine Chapel nə ilə məşhur idi? Baxın, o cümləni demişdi ki, dünyada tanınır, beautiful artwork, öz gözəl əsərləri ilə tanınır. Fascinating artworks, bu da doğrudur. Burada sadəcə fascinating, beautiful sözü ilə əvəz olunub, amma doğrudur. B variantında ancient statue deyildi, balaca ərazisi deyildi, vacib insanları deyildi, kitabları deyildi. 74-cü testdə bizə deyir ki, Sistine Chapel məşhur deyil turistlər arasında. Xeyr, məşhur idi. 2-də deyir ki, 2020-ci ildə oldu ölçü. Xeyr, 1929-cu ildə oldu. Çox insanlar Vatikan şəhərində gəlirlər oranın əsərlərini görməyə. 3 doğrudur. Roma papası kilsənin, daha doğrusu Roma Katolik kilsəsinin lideri papadır. 4 doğrudur. Cavab oldu 3-4. A variantı. 75-ci testə baxırıq. 75-ci testdə deyir ki, 1500-cü ildən bəri, 1500-cü illərdən bəri Vatikan şəhəri oldu. Kimlər üçün? Gəlin baxaq həmin ilə. Center for Art and Culture. Mədəniyyətin Culture and Art oldu. Yəni onun mərkəzi oldu. Ona görə cavab olur Y variantı. Və baxaq 76-cı testdə burada bizə false soruşur, bizdən səhvləri soruşur. Vatikanın şəhəri, Vatikanın tarixi old deyil, amma olddur. Elə bir səhvdir deyə biri seçək. 1 milyondan çox insan burada yaşayır. Xeyr, 800 adam yaşayırdı. Ona görə 2 də səhvdir, 1-2 və 3-də deyir ki, bu yerləşir İtaliyanın içərisində. Doğrudur. Michelangelo dizayn edib Sistine Chapel'ın tavanını. Bu da doğrudur. Bunu doğruları çıxırıq, cavab olur 1-2. İndi isə dinləmə mətnimizə baxaq. Dinləməni burada sizin üçün mətn kimi qeyd etmişəm. Kəlbəcər haqqındaydı. Kəlbəcər Azərbaycanın vəsində yerləşən gözəl yerdir. Havası soyuqdur. Qışda, yayda isə sərindir. Kəlbəcərin uzun tarixi var və Mənyum abidələri onun zəngin tarixini, ərazinin zəngin mədəniyyətini göstərir. Kəlbəcərin isti bulaqları var. Kəlbəcərin isti bulaqları var və Kəlbəcərin isti bulaqları 1930-cu ildən bəri istifadə olunur. İnsanlar ora hər il gəlirlər. İnsanlar inanırlar ki, o sağlamlıq üçün yaxşıdır. Ziyarətçilər onun ətrafında, isti suyun ətrafında otururlar və bəzi insanlar həmçinin orada diqqətli şəkildə çimirlər. Ərazinin yanı təmiz və sakitdir. Quşlar və ağaclar oranı gözəl eləyir. Qədimdə yerli insanlar burada bu su ilə yemək pişirdilər və təmizlik edirlər. Bugün turistlər bura gəlirlər və burada şəkil çəkdirməyi və təbiətdən həzz almağı sevirlər. İndi isə gəlin suallarımıza baxaq. Burada soruşur ki, turistlər burada nəyi sevir? Burada turistlər şəkil çəkdirməyi sevirdilər. Bir də təbiətdən həzz almağı. Ona görə bir də cavab A idi. Yəni 77-də. 78-ci testdə mətn haqqındaydı. Azərbaycanın gözəl regionu haqqındaydı. Ona görə burada da cavab A idi. Və 79-cu testdə ərazi deyir ki, bu bulağın ətrafındakı ərazi necə olur? Clean və
quiet olur. Ona görə A variantı burada da doğrudur. True false soruşur bizdən. Kəlbəcər Azərbaycanın westindədir. Bəli, bu doğrudur. Baxın, birinci cümlədə demişdim. Bu deyir gölün, yəni bulağın ətrafı, İstisunun ətrafı nəzərdə tutur. Təmiz deyil, amma təmiz idi. 2 false-dur. Kəlbəcərin uzun tarixi var. Bəli, bunu demişdi. Baxın, elə bu cümlədə deyib 3 true-dur. 4-də isə deyir ki, it is very hot in summer. Yayda Kəlbəcər çox isti olur. Xeyr, yayda Kəlbəcər yazmışdı ki, baxın, həmin hissəni yayda cool olur, yəni sərin olur. Ona görə cavab oldu false olanlar 2-4, düz olanlar isə 1-3 oldu. Bununla da bütün sualların izahına baxdıq. Kanalımızı bəyənin, abunə olun, paylaşın. Hər birinizə çox-çox təşəkkür edirəm.